Rəqsanə, hər vaxtın xeyir olsun. Hər vaxtınız xeyir olsun Çinarə. Sizin də vurğuladığınız kimi Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu ödənişli yoldan söhbət gedir ki, həmin yol yüksək sürət həddi və baş verən ağır qəzaları ilə belə deyək bir növ məşhurdur. Çünki həmin yolda buna qədər radarlar, müşahidə kameraları yox idi və bunu fürsət bilən şəxslər də, sürət sevənlər də məhz elə ödənişli edib həmin yoldan istifadə edirdilər ki, yəni sürəti istədikləri qədər artıra bilirdilər ki, yəni radar yoxdur, cərimə olmayacaq və bu baxımdan da ağır yol qəzaları baş verirdi və ağır insan təlafatı ilə nəticələnirdi həmin qəzalarda və indiki məqamda yəni informasiyaya görə cari ilin yanvar ayında həmin yolda yəni yol nişanları var idi, yol nişanları quraşdırılmışdı. Yəni sürət həddini, maksimal sürət həddini göstərən, eyni zamanda radar və müşahidə kameralarının olduğunu göstərən yol nişanları quraşdırılmışdı. Amma yol nişanları yəni göstərilən kimi deyildi. Yəni göstərildiyi kimi orada həmin radarlar, müşahidə kameraları yox idi. İndiki məqamda artıq ötən həftədən etibarən həmin yolda, ödənişli yolda yəni müşahidə kameraları və radarların quraşdırılmasına başlanılıb və eyni zamanda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilir ki, proses bir ay ərzində artıq yekunlaşacaq, başa çatdırılacaq və bu prosesi də Daxili İşlər Nazirliyinin müvafiq qurumu həyata keçirir və həmin yolda maksimal sürət həddi indiki məqamda 110 km/saatdır. Amma əldə etdiyimiz informasiyaya görə artıq həmin yolda olan sürət həddi də yəni sürət həddinin də daha da artırılması planlaşdırılır. Yəni həm radarlar, müşahidə kameraları ərazidə quraşdırılacaq, eyni zamanda sürət həddi də artırılacaq və indiki məqamda 110 km/saat olan sürət həddinin daha da artacağı gözlənir ki, bu da bir qədər təhlükəli hal yaşada bilər və məsələ bu təhlükəni də tənzimləmək üçün ərazidə radar sistemi quraşdırılacaq və dediyimiz kimi yəni Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 129-cu kilometrliyindən etibarən artıq yəni ödənişli yol başlayır və bir məqam da var ki, yolun başlanğıcı yeni yaşma ödəmə məntəqəsindən son nöqtəsi isə yeni sudur ödəmə məntəqəsinə qədər olan hissədədir. Yəni ödənişlərini edib məhz bu istiqamət üzrə, marşrutlar üzrə ödənişli yolun verdiyi imkandan istifadə edərək sürət həddini daha da artıra bilərlər. Yəni o yolda müxtəlif yük daşımaları və s. də həyata keçirilir və bu baxımda indiki məqamda dediyimiz kimi yol nişanlarının göstərişinə uyğun olaraq ərazidə müşahidə kameraları və radarların quraşdırılmasına ötən həftədən etibarən başlanılıb və bir ay ərzində də prosesin yekunlaşacağı bildirilir. Amma bütün hallarda təbii ki, qaydalara əməl etmək lazımdır. İstər ödənişli olsun, istər sürət həddi daha artıq olsun. Çünki sürət sevənlərin həmin yolda yəni baş verən qəzalar nəticəsində hansı hala düşdüklərini görmüşük. Buna bağlı informasiyalar da təqdim olunub, canlarından olublar və bu baxımdan da sürət həddinə yəni istər ödənişli yol, istərsə də digər yollarda olsun, mütləq şəkildə əməl edilməsi zəruri hesab edilir. Çatdıra biləcəklərimiz bu qədərdir. Sözü yenidən sizə ötürürəm. Təşəkkürümü bildirirəm. Rəqsanə məlumatı bizə ötürdüyünə görə və